Salam. Bugün biz Alman dilində sadə cümlələr qurmağı öyrənəcəyik. Yəni bizim cümlələrimiz bugün ancaq isimlərdən və sifətlərdən ibarət olacaq. Alman dilində isim Nomen adlanır və təbii ki, Alman dilində isimlərin artikelləri var. Der, die, das. Maskulin, feminin, neutral. Yəni kişi cinsində, qadın cinsində və orta cinsdə olur isimlər. Və isimlər hər zaman böyük hərflə yazılır. Alman dilində isimlərlə və ya sifətlərlə cümlə qurmaq istəyiriksə, bu zaman mütləq cümləyə köməkçi feil qoymalıyıq. Yəni, sein feilini gətirməliyik ki, bizim cümləmizin ikinci hissəsində mütləq feil olsun. Yəni, başlayaq sözlərin tərcüməsindən. Nomen isim deməkdir. Das Buch kitab mənasını verir. Das Haus ev mənasını verir. Die Schule məktəb deməkdir. Die Stadt şəhər mənasını verir. Der Freund dost. Der Tisch masa deməkdir. Yəni gördüyünüz kimi mən 2 dənə das, yəni orta cinsdə olan söz yazmışam. 2 dənə qadın cinsində olan söz və 2 dənə də kişi cinsində olan söz yazmışam. Bunlar hamısı isimlər idi və isimlər həmişə böyük hərflə yazılır. Cümlənin ortasında, axırında, əvvəlində heç bir fərq olmadan. Adjektiv isə sifət deməkdir. Groß, böyük, klein, kiçik, balaca mənasını verir. Schön, gözəl deməkdir. Müde, yorğun, schnell, sürətli, teuer, bahalı, gut, yaxşı mənasını verir. Bunlarla indi cümlələr quraq. Bu sözlərlə cümlələr qurmaq üçün biz həmçinin şəxs əvəzliklərini bilməliyik. Personal pronomen adlanır bunlar Alman dilində. Şəxs əvəzlikləri mən, sən, o, bu da o. Amma bunların hərəsinin ayrı, bu kişini göstərir, bu qadını göstərir, bu isə orta cinsi göstərir. Biz, sizlər, yəni çox adamı göstərmək üçün siz, onlar və rəsmi mənada siz deyə müraciətdə. Ich, mən, du, sən, er, o, kişi üçün, sie, o, qadın üçün, es, o, orta cins üçün, wir, biz, ihr, sizlər, yəni bir auditoriyaya səslənirəmsə, ia deyə bilərəm və yaxud da iki nəfərdən artıq, 2 və daha artıq. Sie, onlar. Ən sonuncu Z isə rəsmi şəkildə siz deməkdir. Bu, hər zaman cümlənin ortasında, axırında, əvvəlində böyük hərflə yazılır. Heç bir fərq olmadan həmişə böyük hərflə yazılır. Bunlardan istifadə edir və daha sonra feil qoyaraq cümlələr quraq. Misal üçün, ich, mən, ich, bin. Bu, bin isə əvvəlki dərslərdə də qeyd elədiyim kimi sein feilinin formasıdır. İngilis dilində desək to be, to be'nin formaları var. Məsələn, I am, you are, she is, it is. Amma Alman dilində isə olacaq ich bin, du bist, er, sie, es ist. Bunları bura qeyd edirəm. Ich bin, du bist, er ist, sie ist, es ist, wir sind, ihr seid, sie sind, sie sind. Əgər mən cümlədə feil qoymuramsa, misal üçün mən demirəm, mən qaçıram, mən oynayıram, mən yeyirəm, bu tipli hərəkət bildirən sözlərdən istifadə etmirəmsə, mən demək istəyirəm ki, mən yorğunam və yaxud da mən gözələm ya da bu kitabdır. Bu cür cümlələri qurmaq istəyirəmsə, cümlədə feil, əsas feil, yəni hərəkət bildirən nitq hissəsi istifadə etmirəmsə, mütləq Alman deyir ki, biz bura qoymalıyıq sein feilini, köməkçi feil kimi.
Sein feilinin şəxsə görə dəyişməsini isə sein Alman dilində, Azərbaycan dilində tərcümədə olmaq deməkdir. Ich bin. Misal üçün, ich bin, buradan götürəcəm bir söz. Müde, yorğun. Ich bin müde. Mən yorğunam. Bu alındı sadə bir cümlə. Yəni, şəxs əvəzliyi, daha sonra burada köməkçi feil qoyuram. Daha sonra isə istədiyim sözü əlavə edə bilərəm. Ich bin müde. Bundan başqa digər feillərdən istifadə edə bilərəm. Məsələn, ich bin schön. Mən gözələm. Ich bin deyərək burada istədiyim sözü əlavə edəcəm. Sual cümləsi yaratmaq üçünsə, həmin bu feili cümlənin başında istifadə etmək lazımdır. Du ilə cümlə quraq, yəni sən. Du bist müde. Nöqtə. Bu sadə cümlə, yəni sən yorğunsan. Amma bunu suala çevirsək, buradakı köməkçi feili əvvələ qoyacağım. Bist du müde. Bu da olacaq sual cümləsi. Yəni sadəcə feili əvvələ gətirməklə sən yorğunsan deyə sual cümləsi yaranır. Keçək indi isimlərə. İsimlərdən məsələn buch sözündən istifadə edəcəm. Das Buch. Buch kitab deməkdir. Das Buch. Bu zaman biz bilməliyik ki, buch hansı şəxsə uyğun gəlir. Əgər kitab orta cinsdədirsə, təbii ki, das artiklı orta cinsin artiklıdır. O zaman mən orta cinsdə şəxs əvəzliyini götürürəm və burada görürəm ki, ist. Yəni bir növ üçüncü şəxs kimi götürməliyəm də mən həmin sözü, kitab sözünü üçüncü şəxs kimi götürməliyəm. Təbii ki, mən olmayacaq, sən olmayacaqsan, bu buch kitab deməkdir çünki. Ona görə də biz üçüncü şəxsdən ist gətiririk. Həmin bu ist, das Buch ist. Buradan da bir söz seçək. Məsələn, bu kitab olsun groß, böyükdür. Və yaxud da bu kitab klein, kiçikdir. Ya da teuer, bahalıdır olsun. Teuer. Bu kitab bahalıdır. Das Buch ist teuer. Növbəti sözə keçə bilərik. Tisch, misal üçün, stol deməkdir. Qoyuram, der Tisch. Der Tisch. Bu söz kişi cinsində olacaq. Das Buch orta cinsdədir. Der Tisch artiklına görə kişi cinsində olduğunu bilirik. Der Tisch yenə də üçüncü şəxslərdən gedirik, götürürük. Əlbəttə ki, bu kişi cinsindədirsə, yenə də burada fərqi yoxdur. Hər üçündə zaten ist olduğuna görə ist yazırıq. Amma biz bilməliyik ki, masa sözü, tiş sözü masa mənasını verir və bu kişi cinsindədir. Der Tisch ist, masa nə ola bilər? Masa böyük ola bilər. Der Tisch ist groß. Der Tisch ist klein. Der Tisch ist teuer, bahalı ola bilər. O da gut ya da yaxşı ola bilər. Burada müxtəlif sözlərdən istifadə edə bilərik. Yenə də yazıram. Groß. Böyükdür. Bu şəkildə. Biz kiçik cümlələr qura bilərik. Amma Alman dilində önəmli olan cümlənin ikinci hissəsində həmişə feilin olmasıdır. Bu cümlədə əsas feil varsa, yəni hərəkət bildirən nitq hissəsi varsa, qaçmaq, oynamaq, yemək, içmək bu sözlərdən biri olacaq. Cümlənin ikinci hissəsində yoxdursa, köməkçi feil olacaq. Yəni buna Almanca besondere verb, yəni xüsusi feil də deyə bilərik. Burada mənim qurduğum cümlələrdə ancaq sein feilinin formalarını görürük. Yəni cümləmizdə əslində əsas feil olmadığına görə müde yorğun deməkdir. Hərəkət bildirən söz deyil, sifətdir. Yəni mən bunu adjektiv, yəni sifətlərin içindən götürdüm, yazdım. Buna görə də mən cümləmdə əsas feil olmadığına görə, hərəkət bildirən söz olmadığına görə məcburan gedib, çünki Almanın cümləsində, Alman dilində
cümlənin ikinci hissəsində mütləq feil olmalıdır. Ona görə də mən köməkçi feili gətirib qoyuram. Və yaxud da du bist müldür. Yenə də du'ya görə, bunun şəxsə görə dəyişmələrini qeyd elədim. Ich bin, du bist, er ist, sie ist, es ist, wir sind, ihr seid, sie sind, sie sind. Bunlardan hansısa biri ilə cümlə qurmaq mümkündür. Sual cümləsində isə həmin feil cümlənin başına gəlir. Yəni, ön hissədə yerləşir. Əgər biz əsas nitqsə, əsas feillərdən istifadə edərək cümlə qururuqsa, misal üçün, mən gedirəm deyiriksə, o zaman buna ehtiyac qalmır. Çünki əsas feil zaten cümlədə öz işini görür. Növbəti dərslərdə isə həm uzun cümlələr qurmağı, həm də əsas feillərlə cümlələr qurmağı daha ətraflı izah edəcəm.